nəsli qudzilə gəlir. Bu nəsli qudzidə nə ədalət, nə azadlığınızı çəkiləyinə deyəmsiniz. Və deyəməyəcəksən. Ona görə görürsünüz, yeş adam namışaqlar. İndi komünist olmurlar, hamısı olurlar. Üzrdən nənəm dəhkəsənlər. Xaricdə gündə filmlər çıxır da. Gündə filmlər çıxır bulan xaricdə. Gəmilərdə, filanlarda, behmanlarda, maşınlarda, axırıncı maşınlarda nə fitnə fəzai çıxırlar. O vaxt bir nəfərinin düşü görsəndinin hicabı düşdü. Hicab bir dənə nümadı bir məsələdir. Əslən etiqadı bir məsələdir. Sən mümkündür bir dənə müəccəbə xanım ola, çox-çox üz istəyirəm. Namərbut işlərdə görə. Mümkündür bir dənə də belə kəşf hicab eləyə, çox da əxlaqi, çox da mötəbər və möminə xanım ola. Bizim dinşinaslarımızın böyüyü Siddiqə Vəsməqidir. Siddiqə Vəsməqi danışanda bir dünya onun filminə nə var, nə qulaq asır, görək bu nə deyir. İndi özü ləcindən Rus arasını çıxarıb atıb eşir. Sən bunu görə niyə çəkmirsən bu millətdə? Dərsani bizim əslən kətlərdə, filanda, behmanlarda bizim hicab məsələsində bir müşkülümüz yoxudur ki, hələ bir dənə bir arxalıqdan, köynəkdən, dondan, bir şeydən geyilir, sıxırdı, zəmirdən, dişləməyə, davar tutamağa filana behman. Siz bu müəccəbə xanımları gətirmisiniz, gah vəzir edirsiniz, gah vəkil edirsiniz, gah filan edirsiniz və sonra da qalırsınız bunların əlində. Tamamı bu muzriyanı televizyona ki gətiriblər, o muzrilər ki geyiblər xaricə indi yüz istəyirəm. O xaricilərə də hələ biraz örnek olublar açıqlıqda filan. Bunların filmlərini görürük da. Odur ki, bizim bir istilah anış pərvərişimiz, radyo, televizyonumuz, bunlar dərcəhəti bədbəxtliyi bu millətdə. Bunlar heç vaxt. Fəqət Allah'a şükür edirik ki, bu mahvarə çıxıb, qutulmuşuq radyo, televizyon İran əlindən. Mahvarə müxtəlif kişilərlərin hər kəsərini gördüyünüzdə baxır.